Növbəti sualımız belədir. Təşviş, gərginlik, iç sıxıntısı yaşayan biri üçün bu proqram necə işləyir? Sinir sistemi. Təşvişdir, gərginlikdir, iç sıxıntısıdır. Yəni bunlar bizim sinir sistemimizlə birbaşa bağlı olan yerlərdir. Bir də bunlar duyğulardır. Hisslər məktəbində məsələn təşvişin ayrıca audio yazısı var. Eyni zamanda yəni bunların içərisinə gərginlik və iç sıxıntısı da aiddir. Yəni o yazıda bunlara təbii ki də toxunulub və iş orasındadır ki, hisslər məktəbində həm duyğu olaraq bunu öyrənirsiniz, yəni nə mənaya gəldiyin, nə olduğunu ümumiyyətlə və eyni zamanda bu sinir sistemi ilə bağlı olan hissələrinə aid çalışmalar var. Yəni hər iki yöndən əgər sinir sistemimiz gərilibsə, iç sıxıntınız çoxdursa, təşviş içərisindəsinizsə, yəni daima narahatsınızsa, təşviş nə deməkdir? İynə üstündə oturmaq deyirlər buna. Yəni daima narahatsansa, deməli sən təşvişli birisən. Və bu təşvişlə də baş etmək üçün dediyim kimi hisslər məktəbi sinir sistemi üzərinə qurulmuş bir proqramdır. Birbaşa sənə kömək eləyər və yaxud da duyğuları açıqlayan proqramdır. Birbaşa sənə kömək eləyər deyə düşünürəm. Yəni sən həm duyğunu bildin, həm sinir sistemindən işlədin. Təbii ki, bu sehirli bir şəkildə baş vermir. Hisslər məktəbi sehir olunan, sehirli bir yer deyil. Adı üstündə yəni duyğuları izah edir, çalışmaları verir. Bir məktəbdir, yəni mən həm də buna şey deyərdim, valideynlik eləyən də bir məktəbdir, öyrədən bir yerdir yəni. Özünə valideynliyi öyrədən bir yerdir, uzun sözün qısası. Və əgər təbii ki də təşvişli birisənsə, hisslər məktəbi sənə bu iki aspektdən yola çıxaraq düşünürəm ki, birbaşa kömək eləyəcək.